Vəssalam. Təxminən heç bir dəqiqə çəkmir. 30-40 saniyə ərzində. Salam, hörmətli izləyicilər. Uğurlu gün diləyirəm hər birinizə. Paltaryuyanın barabanını təmir edərkən paylaşdığımız videolarda özü evdə paltaryuyanın maşını təmir etmək istəyən yoldaşlar soruşur, sual verir ki, usta siz bu podşipnikləri hansı alətlə çıxardırsınız, necə çıxardırsınız? Biz istəyirik bununla bağlı bir video çəkək və ümid edirəm sizə də faydalı olar. Deməli biz istifadə edirik belə bir alətdən, siyomnikdən, paltaryuyanın podşipniklərini çıxartmaq üçün. Azərbaycandan almamışıq, xaricdən zakaz vermişik, amma yəqin ki, bəlkə də Azərbaycanda da satılır. Tamamilə bu formada da gəlmir. İndi biz biraz bu metalı əlavə eləmişik, buraları zıvarkalamışıq, bir porno podşipnik qoymuşuq bura ki, bizim işimizi nisbətən modifikasiya eləmişik, belə desək. Və istifadəsi necədir, rahatdır və yaxud çətindir, bunu da əyani göstərək sizə. Vəssalam. Təxminən heç bir dəqiqə çəkmir. 30-40 saniyə ərzində podşipniki çıxardır. Tam rahat, səliqəli. Buraları zədələmədən, bronzonu zədələmədən, yerini zədələmədən və ümid edirəm ki, sizə də faydalı olar. Sizə sifariş verərsiniz, əgər ehtiyac alında istifadə edərsiniz.